Hörmüz boğazının açılması ilə bağlı müəyyən yumşalmalar ola bilər. Amma İranın da nüvə silahı ilə bağlı yumşalması əvvəlindən dediyi prinsiplər üzərində dayanacaq ki, biz nüvə silahını başqa ölkələrə hücum üçün nəzərdə tutmurduq, dinci məqsədlər üçün bunu istifadə edəcəyik və s. Yəni, eyni prinsip qalacaq. Raket potensialını, yəni hazırki raket istehsalından imtina etmək, uzaq mənzilli silahlar yaratmamaq kimi öhdəlikləri də, bunların da hamısı sadəcə olaraq, söz olaraq qala bilər, mümkün görünmür. Çünki İran bununla razılaşmayacaq. Çünki razılaşsa artıq o zaman beynəlxalq nəzarət altında həmin silahların məhv edilməsi, həmin istehsal müəssisələrinin məhv edilməsi, indi nə isə o bombardımanlardan sonra nələrsə qalıbsa və yəqin ki, qalıb da. Çünki İranın bir çox istehsalı artıq yerin altına keçib və mənə belə gəlir ki, İranın müxtəlif şəhərlərində, yerlərdə, dağların altında İranın böyük şəhərləri var, istehsal müəssisələri var, istehsal sektorları var və ona görə də İranın da həmin yerlərə beynəlxalq müşahidəçiləri buraxması, Amerika Birləşmiş Ştatlarının ora buraxması o deməkdir ki, İranın hələ bu günə qədər məlum olmayan silahlarının və niyyətlərinin ortaya çıxması anlamına gəlir və mən bilirəm ki, bugün yəqin ki, İranın hələ dünyaya məlum olmayan, kəşfiyyatçılara məlum olmayan yeni silah növləri də var və yeni silahların yaradılması ilə bağlı layihələri var. Onlar indi yarımçıq da olsa davam edir yerin altında. Bəs onları bugün bu kritik vəziyyətdə üzə çıxarmamaqda nə səbəbi var? Niyə görə üzə çıxarmırlar? Artıq belə deyək ki, İranın İnqilab Keşikçiləri Korpusundan Sebaha dəyən zərbə dəyib. Xeyli generallar öldürülüb. Yəni, bugün deyir, İslanmışın yağışdan nə qorxusu? Bugün yəni onlar hətta mülki infrastrukturun dağıdılması müqabilində belə boyun əymək istəməyəcəklər. Çünki artıq bilirsinizmi, məsələ elə bir həddə çatıb ki, bütün generallar öldürülüb, bütün rəhbərlər öldürülüb, zavodlar dağıdılıb, hətta universitetlər belə dağıdılıb. Yəni, bugün təbii ki, mən düşünmürəm ki, onlar daş dövrünə qayıdıblar və daş dövrünə qayıda bilərlər. Çünki onların müxtəlif infrastrukturları yəqin ki, yenə daha aralardasa mövcuddur və onu yenidən bərpa etmək imkanları 5-10 il ərzində ola bilər. Və yenidən müharibəyə qayıtmaq. Burada Amerika tərəfinin də və İsrailin də bir qəlbində olan bir sual var ki, bu müharibəni biz başladıq, amma tamamən onları məğlub edə bilmirik və proses yenidən 10 ildən sonra qayıda bilər. Yəni, yeni nəsillərə daha böyük problemlər qoyub gedirlər. Və yəqin ki, İran 10 ildən sonra eyni İran olmayacaq. Yəni, bugün deyilir ki, İranın o istehsal müəssisələri, imkanları, hərbi imkanları sıradan çıxarıldı, alimləri öldürüldü. Mən düşünürəm ki, əgər onlar bir zamanlar bunu edə biliblərsə, bunu əvvəlkindən bir 10-15 dəfə daha tez də bərpa edə bilərlər.